adamın peyğəmbərdir. Düz bir ay namusu sual altında qaldı. Bilirsiniz də, hansı Ayşə xanımın məsələsində. Düz bir ay bunun namusu haqqında dedikodu gəzdi. Bu elə-belə adamdır, bu elə-belə kişidir, bu peyğəmbərdir. Mövzu da boş mövzudur, ağır mövzudur. Bir aydan sonra həqiqət üzə çıxdı. 2 ya 3 nəfər münafiq var idi. Bilindi ki, onların işidir bu. Diqqət eləyin. 2-3 nəfər münafiqin işidir. Şübhəsiz ki, Ayşə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Ne üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-birləri haqda yaxşı fikirdə olub, bu açıq aydın bir böhtandır demədilər? Nəyə görə onlar buna dair 4 şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalancıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedikodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Ne üçün siz onu eşitdiyiniz zaman bizə bunu danışmaq yaraşmaz? Allahım, sən pak və müqəddəssən, bu çox böyük bir böhtandır demədiniz. Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır.